Hər il, hər bayram öncəsi olduğu kimi Gəncə səbəti sifarişim gəldi. Siz soruşmadan mən deyim. Gəncə səbətini illərdir təbii məhsullarına görə Gəncə səbəti 898-dən sifariş verirəm. Və ən çox sevdiyim məhz bu məqamdır. Gəncə səbətini unpacking etmək. İstədim sizinlə bərabər baxaq. Görək səbətimdə nələr var. Sifarişlərim necə gəlib. Əminəm ki, siz də bəyənəcəksiniz. Öncə onu deyim ki, Gəncə səbəti 898 səhifəsini seçməyimin özəl səbəbləri var. Məhsullar təbii kənd məhsullarıdır. Təmiz, səliqəli, gigiyenası qorunaraq və təzə hazırlanır. Burada balaca köməkçim xımır-xımır yeməklə məşğuldur. Amma haqqına girməyim. Mən çəkdim, o səbəti boşaltdı. Mənim səbətimdə nə var bircə sizə göstərirəm. Siz özünüz üçün səbət sifariş verəndə seçim edə bilərsiniz. Nəyi nə qədər istəyirsinizsə onları yazıb göndərin. Sizin üçün hər ölçüdə səbət hazırlasınlar. Düşünürəm bayram öncəsi ən gözəl hədiyyə eləməz Gəncə səbətidir. Sevdiklərinizə, doğmalarınıza hədiyyə göndərib onların da könlünü xoş edə bilərsiniz. Belə bir hədiyyəni kim istəməz ki? Bu arada ət və ət məhsulları çox ləzzətli, həm də tərtəmiz, təzə kəsilib hazırlanmışdı. Bu işə bizdə mama baxır. Sabahların sultanı Masterchef xanım iş başındadır. Mən də dinc dayanmıram. Yaxşısı budur, gedim öz işimlə məşğul olum. Sizə məlumat verim bu bastırmadan. Pambıq kimi yumuşaq olur. Bunlar mənim özəl sifarişimdir və təbii ki, Gəncə səbətində vazgeçilməzim olan qaymaq. Təmiz və çox dadlıdır. Sizin qız qaymağı yedi, oldu qaymaq kimi. Siz də Gəncə səbəti 898-in təbii məhsullarından yeyin, sağlam və gümrah olun. Sevdiklərinizə bayram hədiyyəsi etməyi unutmayın.